Bu dünya çətin bir sınaq meydanıdır. Çətindir, əzizləri itirirsən, həvəsdən düşürsən, heydən düşürsən, ruhdan düşürsən, vəfasızlıqlar görürsən. Amma bir insan özünə də baxsın ki, hələ biz də vəfasızıq. Biz də çox vəfasızlıqlar edirik. Bu keşməkeşli dünyada, bu məşəqqətlə getdiyin dünyada Allah Teala bir dənə sənə işıq ucu verir, bir dənə bu görüşün ümidi ilə gedirsən. İnsan da ömrü nə qədər çəkdi, nə qədər dartdı, apardı, getdi. Ancaq məsələ odur ki, düzgün gedəsən bu yola. Yaxşı insan ol da, buna nə çətin nə var ki? İnsanları incitmə günə. Hamı səndən yaxşılıq görsün. Yaxşı işlər gör günə. Allah'ı unutma. Bir insan zillində özünü çatdır günə, biz özümüzü sağ-salamat qəbrə çatdıra bilsəydik. Sağ-salamat qəbrə çatdıra bilsəydik. Bilinmir axırımız nə olacaq, necə olacaq. Bir insan ki bilmir sabahı nə olacaq. Dünəni əldən çıxıb. Bugünü də belə bitər. O insan Allah'tan yapışmasın, neynəsin? Başqa yol var. Başqa bir alternativ varsa kimsə bir göstərsin, adam gedər olur. Yox, qaçacaq yerimiz yoxdur. Gəlmişik məcburi. Xoşumuzla gəlməmiş. Gedəcəyik məcburi. Xoşumuzla getmirik. Sadəcə olaraq bir dənə ümid var. Özümüzü düzəldik ki, kəramətli bir varlığın qapısına gedirik. Heç kəs ümidini üzməsin ki, mən özümü necə düzəldim. Mən özümü necə düzəldim. Mənim o qədər günahlarım var, dağlar çəkməz bu var. Axı belə adamlar şairanə sözlərlə danışırlar mənim günahlarımı. Nə bilim, heç qastıqları heç ilgiyə bilməz o ki, qaldı. Tövbə Yusuf, filan, belə sözlər deyirlər. Elə deyil məsələ. İnsanın günahı olar, Allah'ın rəhmətindən böyük deyil insanın günahı. Bəli, bizim səyimizə qiymət verəcək. Ən azından biz onu bilirik ki, kəramətli bir varlığın qapısına gedirik. Onun qapısına hər nə cəhdlə getsin, o səni qəbul edir. Amma cəhdə nə deyirsən? Bir günahlarla ki, sən başara bilərsən, birinci qalmışıq 2-3 dənə günahın əlində əl çəkə bilmirik. Yalandır danışma, qeybətdir eləmə, nə olub, nə xəbərdir, nə vacibdir, gərək elə bunlar olsun. Eləmə də bunu. Nə çətin şeydir ki, yaxşı insan olmaq. Axı biz yaxşıları sevirik. Niyə yaxşı ola bilməyək? Bu günlər bu şeyləri düşünmək üçündür. Başımda da bir dənə fikir olsun ki, gedirəm. Üzü o tərəfə gedirəm. Az qalıb, çatıram. O ilə görüşəcəyəm. Ona nə cavab verəcəyəm? Axı gedəcəyim bir yer var. O gedəcəyim yer üçün mən nə hazırlamışam? Hansı üzlə gedirəm? Özüm bilirəm öz etdiyim günahları. Özümü yaxşı tanıyıram. Hansıları düzəltmişəm? Nələri eləmişəm? Nə edə bilərdim, etməmişəm? Vaxtımız az qalıb.